saatlarla bir də görürsüz dayanırıq, gözləyirik. Ona görə biraz çətindir belə. Çox narahat edirik, donuruq. Qapalı olsa daha yaxşı olardı. Qarda yağır göydən gəlib dayanmışıq. İstərsimiz soyuqdur. Hal-hazırda paytaxtımızda güclü qar yağır və bildiyimiz kimi şəhər ərazisində bəzi yerlərdə qapalı avtobus dayanacaqları var. Amma dediyim kimi, bəzi yerlərdə isə gördüyünüz kimi belə açıq dayanacaqlar olur. Gəlin görək vətəndaşlarımızı bu nə dərəcədə narahat edir. Paytaxtımızın bəzi ərazilərində qapalı dayanacaqlar olur, avtobus dayanacaqları, amma bəzi yerlərdə hal-hazırda olduğu kimi açıq dayanacaqlar. Bu hal sizi nə dərəcədə narahat edir? Çox narahat edirik, donuruq. Qapalı olsa daha yaxşı olardı. Burada yoxdur həqiqətən də. Bu biraz əlbəttə narahat edicidir sərnişinlər üçün. Çünki saatlarla bir də görürsüz dayanırıq, gözləyirik. Ona görə biraz çətindir belə. Qarda yağır göydən gəlib dayanmışıq. İstərsimiz soyuqdur. Əvvəllər burada 4 astanavka, ona görə indi gətiriblər, gərəkdir qurayırlar. Düzdür, dayanmaq olmayır, soğuk olur, gec gəlir, gözləmək olmur, havalar da belə olanda. Qapalı avtobus dayanacaqları yaxşıdır, amma hər yer qapalı ərazi gediş yollarını bağlayır. Ona görə də onun bəzi yerlərdə tikilməsində məqsədə uyğun deyil. Amma üst örtüsü olsaydı yaxşı olardı.